biz bu dediklərimizlə təhsilə qarşı deyilik. Amma tərbiyəsiz təhsilin, mənəviyyatsız təhsilin, əxlaqsız təhsilin insanlığa faydadan çox zərər gətirdiyi məlumdur. Problemləri sosial media ilə məhdudlaşdırmadan öncə düşünmək lazımdır ki, məsələn, bu gənc bu tərbiyəni harda alır? Valideynlər serialların yetişdirdiyi nəsildirsə əgər, valideynlər öz həyatlarına heç bir şəkildə əxlaqi dəyərləri yansıtmırlarsa əgər, təbiidir ki, onlar övladlarına da bunu verməyəcəklər. Biz insanlıq tarixinə nəzər yetirdiyimiz zaman bəlkə də bu şəkildə mənəvi çöküntünün hansısa əsrdə, hansısa zamanda yaşandığını çox nadir hallarda görə bilərik. Bismillahirrahmanirrahim. Elhamdülillah və salatu və selamu alə Rasulillah. İlk olaraq biz indi bu mövzudan danışarkən bəziləri belə etiraz edə bilər ki, bu çox nadir hallarda baş verən hadisədir. Amma deyək ki, ölkədəki ümumi mənəvi problemləri sadəcə bu bir neçə hadisə ilə məhdudlaşdırmaq doğru deyil. Bəzən mediada gündəm olur və yaxud özümüz müşahidə edirik, eşidirik fərqli vasitələrlə. Məsələn, məktəblilər arasında narkotik istifadə halları da buna daxil ola bilər və yaxud məktəblər arasında yayılan abort halları da bu danışdığımız mövzunun içərisində ola bilər. Yəni, məsələ sadəcə hər hansı bir məktəblinin törətdiyi hadisə deyil. Biz cəmiyyətin mənəvi çöküntüsündən, mənəvi problemlərindən danışırıqsa və bunun xüsusən məktəbli səviyyəsinə enməsindən danışırıqsa, bunun örnəkləri, yəni mənfi örnəkləri hədsiz çoxdur. Öncəliklə bunu qeyd etmiş olaq. İkinci olaraq, biz ümumiyyətlə niyə bu mövzularda danışmaya ehtiyacı hiss edirik, niyə bu mövzulara fikir bildiririk? Bilmək lazımdır ki, hər bir vicdan sahibi insan və hər bir oxuyan, düşünən insan yalnız özünü düşünmür. Yəni, içərisində olduğu cəmiyyəti də dərd edinir. İçərisində olduğu cəmiyyətin problemlərinə də necə həll yolları təqdim edə bilər, bunun üzərinə düşünür. Hər birimizin belə bir dərdi olmalıdır. Normal vicdanlı insanın belə bir dərdi olmalıdır. Yəni, tək mən özüm və yaxud ailəm deyil məsələ. Zaten biz özümüz də, ailəmizdə bu cəmiyyətin içərisində yaşayırıq. Əgər cəmiyyətdə bir fəsad varsa, bu fəsad yayğınlaşırsa, bu problemlər yayğınlaşırsa, biz özümüz və ailəmizi bundan kənar tuta bilmirik. Çünki cəmiyyət dediyin sanki bir gəmiyə bənzəyir. Əgər bu gəminin içərisində olan müəyyən fərdlər o gəmini deşirlərsə, ora su alacaqsa, gəmi ümumi olaraq batmağa məhkum olur. Yəni, sən burada necə gəldi davrana bilməzsən və yaxud birilərinin o gəmini dəlməsinə rahat-rahat göz yuma bilməzsən, imkan verə bilməzsən. Bu baxıma təkrar qeyd edirəm, hər bir oxuyan, düşünən, araşdıran, sorğulayan və vicdan sahibi insan içində olduğu cəmiyyəti düzəltmək üçün əlindən gəldiyi qədər bir şeylər etməyə çalışır. Bizim də əlimizdən gələn yazmaqdır, danışmaqdır. Biz də bunun üzərindən bu mövzularda fikir bildiririk. Və digər tərəfdən düşünməliyik ki, ümumiyyətlə başqalarının yerinə utana bildiyi qədər insandır həm də. Belə bir ifadə var. Bu gün də başqasının yerinə utandıq deyilir. Məsələn, çox qəribə hərəkət edən birisini gördüyün zaman deyilən ifadədir bu. Yəni, insanın insanlığı biraz da bundan ortaya çıxır. Və diqqət eləsək, Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin bizə bildirdiyi bir hədis var ki, bu hədisi Allah Rəsulu Peyğəmbərlərin miras olaraq bir-birinə ötürdüyü, davamlı dediyi sözlərdən olduğunu bilir. O da nədir? Utanmadıqdan sonra istədiyini elə. Əslində bu söz fərqli şəkildə bizim atalar sözü olaraq öz mədəniyyətimizdə yansıyıb və insanlar bunu istifadə edirlər. Yəni, utanmadıqdan sonra istədiyini elə. Baxırıq ki, biriləri israrla cəmiyyətimizdə fərdlərdən utanma duyğusunu qaldırmağa çalışırlar. Təbiidir ki, bir fərddə utanma, həya duyğusu qalxdığı zaman onun hər cür pisliyi eləmə potensialları ortaya çıxır. Hər birimiz bilirik ki, cəmiyyət fərdlərdən, insanlardan formalaşır və insanlardan ibarətdir. İnsan da elə varlıqdır ki, öz içərisində müsbət və mənfi keyfiyyətlər daşıyır. Bu hər insan belədir. Yəni, bizim bir müsbət keyfiyyətlər tərəfimiz var, bir də mənfi tərəfimiz var. Əslində, İslam elə bir dindir ki, ümumiyyətlə İslam, iman, insanın doğru dini seçməsi, haqq həqiqət üzrə olması elə bir şeydir ki, insanın içərisində mövcud olan müsbət keyfiyyətləri inkişaf edir və insan bu müsbət keyfiyyətlərlə mənfi keyfiyyətlərini tərbiyə eləməyi öyrənir. Lakin insan dindən məhrum qaldığı zaman təbii olaraq onun mənfi keyfiyyətləri inkişaf edir və müsbət keyfiyyətləri kölgədə qalır. Və belə insandan da hər cür pisliyi gözləmək mümkündür. İndi içərisində olduğumuz cəmiyyətdə, ümumiyyətlə bu gün dünyada bir çox problemlərlə üz-üzəyik və bu problemlər elə həddə çatır ki, biz insanlıq tarixinə nəzər yetirdiyimiz zaman bəlkə də bu şəkildə mənəvi çöküntünün hansısa əsrdə, hansısa zamanda yaşandığını çox nadir hallarda görə bilərik. Və bu şəkildə mənəvi çöküntünün və yaxud dəyərlərdən uzaqlaşmağın yayğınlaşdığı başqa bir dövr çox da görmürük sanki. Və bu biraz da qloballaşmağın
gətirdiyi bir şeydir. Yəni əvvəlki əsrlərdə insanlar daha öz bölgəsinə aid yaşayırdı sanki. Yəni öz bölgəsində müəyyən adət-ənənələri var idi, mənfi və yaxud müsbət və bu adət-ənənələrin dəyişməsi də çətin proses idi. Yəni bir bölgədə insanların adət-ənənələri var. Çünki insanlar arasında bağ, gediş-gəliş indiki kimi deyildi. Yəni sənin yad mədəniyyətdən müsbət və yaxud mənfi bir şeyi mənimsəməyin çox çətin prosesidir. Uzun zamana yayılmış prosesidir. Amma bu gün qloballaşmağın gətirdiyi bir şey var ki, dünya sanki kiçik bir kəndə çevrilib və dünyanın hər hansı bir yerində ortaya çıxan bir fikir bir neçə saniyə və bir neçə dəqiqə sonra sənin ölkəndə də insanlar arasında qarşılıq tapır və yaxud insanlar bundan məlumatda olurlar. Bu özü ilə bərabər çox böyük mənəvi problemlər gətirir. Yəni özü ilə bərabər müsbət və mənfi hallar doğurur. Səbəblər üzərinə fokuslanacaq olsaq, təbii ki biz müsəlmanıq və müsəlman olduğumuz üçün bir məsələyə yanaşarkən din üzərindən yanaşırıq. Lakin ümumi olaraq dəyərləndirəcək olsaq, yəni dinin təsiri hansı səviyyədədir, bunun üzərindən dəyərləndirəcək olsaq, ilk öncə bilməliyik ki, ümumiyyətlə ortada bir problem varsa, çox vaxt problemdə səbəb birdən çox olur. Səbəbi bir şeyə bağlamaq doğru deyil. Məsələn, bu problemlər üzərindən, deyək ki, gəncliyin içərisində olduğu problemlərdən danışanlar daha çox nəyin üzərində dayanırlar? Sosial media istifadəsinin çox kütləviləşməyi və gənclərin sosial mediada hər cür fikirlərlə qarşı-qarşıya qalması üzərində dayanırlar. Təbii ki, bu səbəb doğrudur. Lakin səbəbi sadəcə bununla məhdudlaşdırmaq doğru deyil. Çünki sosial media dediyiniz, o sosial medianı istifadə edən insanlar nəticədə cəmiyyətdə bizimlə bərabər yaşayan insanlardır. Çox qəribə bir şey var ki, insanlar bu gün elə vəziyyətə gəlir ki, ümumiyyətlə belə bir hal var da, bilirsiniz, şəxsiyyətin ikiləşməsi deyilən bir hal var. Sanki insanlar sosial mediada başqa adam oldular yəni. Yəni normal halda başqa cür adamdır. Sosial mediada daha fərqli şəkildə o içindəki mənfi duyğuları ortaya çıxarırlar. Amma böyük ölçüdə bu fərqlilik olsa belə, böyük ölçüdə nəticədə sosial mediada olan pisliklər əslində cəmiyyətdə mövcud olan mənfi halların yansımasıdır. Yəni bu insan zaten cəmiyyətdə də bu mənfi hallarını sərgiləyir. Qismən sosial mediada daha çox şəkildə bunu sərgiləmə imkanı əldə edir. Problemləri sosial media ilə məhdudlaşdırmadan öncə düşünmək lazımdır ki, məsələn bu gənc bu tərbiyəni harda alır? Yəni bu uşaqdır nəticədə. Bəllidir ki, məktəbli yaşda olan bir uşaq düşünün. Deyək ki 14-15 yaşında və yaxud aşağı və yaxud yuxarı. Bu yaşlarda olan bir uşaq düşünün. Bu uşaq təbiidir ki, olğun, yəni yetişkin bir insan deyil. Bu təsirində qaldığı nələr varsa onun üzərindən formalaşmış şəxsiyyətini cəmiyyətdə yansıdır. Bəs bu gənclər harda yetişir? Yəni deyək ki, uşaq vaxtdan narkotik aludəçisi olan və yaxud deyək ki, abort edən məktəblilər və yaxud başqa-başqa əxlaqsızlıqlar eləyən uşaqlar, gənclər və yaxud öz deyək ki, müəlliminə atəş açacaq səviyyədə o vəziyyətə gəlmiş gənclər harda yetişir? Bəllidir ki, bunun bir tərəfi ailədir, bir tərəfi də təhsildir. Yəni bu başqa ölkədən gəlməyibdir bu insanlar. Nəticədə bir cəmiyyətin içərisində yaşayırlar. Öncəliklə ailələr bunun üzərində düşünməlidirlər ki, biz bu övlada nə vermişik? Bir valideynin övladını tərbiyə etməsi üçün öncə özünün tərbiyə olunması lazımdır. Baxın, burada bir istisnanı qeyd edeyim. İstisna olaraq hər zaman bu mümkündür ki, insanla yerdə hər zaman istisna mümkündür. Yəni valideyn çox gözəl insan ola bilər, əxlaqi dəyərlərə riayət edən birisi ola bilər, lakin o ailədən yaxşı olmayan uşaqlar çıxa bilər. Bu da mümkündür. Yəni heç kim bundan sığortalanmayıb. Lakin valideynlər olaraq burada bizim üzərimizə düşən vəzifə odur ki, biz yerinə yetirməli olduğumuz öhdəliklərimizi həqiqətən yerinə yetirikmi? Öncə bunun üzərinə düşünmək lazımdır. Sən öhdəliklərini yerinə yetirdikdən sonra yenə də mümkündür ki, uşaq yaxşı olmasın. Amma kütləvi şəkildə cəmiyyətdə problemlər varsa, uşaqlar və gənclər arasında, demək ki, bu problemin önəmli ölçüdə səbəbi ailələrin və o ailələrin təməli olan valideynlərin özünü tərbiyə etməməyindən qaynaqlanır. Valideynlər serialların yetişdirdiyi nəsildirsə əgər, valideynlər öz həyatlarına heç bir şəkildə əxlaqi dəyərləri yansıtmırlarsa əgər, təbiidir ki, onlar övladlarına da bunu verməyəcəklər. Diqqət eləyin, içində olduğumuz cəmiyyəti müşahidə eləyərkən əksəriyyətimizin gördüyü bir şeydir. Həyatında din olan insanlar var, deyək ki, namaz qılan, dini qaydalara riayət edən insanlar var. Bu insanlar xaric, böyük əksəriyyəti düşünün. Bu valideynlər övladına, bax oğlum, qızım, sən qul haqlarına diqqət elə, yalan danışma, doğru sözlü ol, insanlara zərər vermə, insanlara qarşı, təbiətə qarşı, heyvanlara qarşı mərhəmətli davran, yardımlaş, imkanın olan, deyək ki, nələrin varsa bunu digərlərlə paylaş, yardımlaş, insanlara qarşı nəzakətli davran, halal haramı gözlə. Bunları öyrədirlərmi? Yoxsa valideyn sadəcə övladına oğlum, qızım, yaxşı oxu dərsini
sabah deyək ki, özü əgər ağır fiziki işdə işləyirsə, mənim kimi işləmə və yaxud hansısa bir ağır fiziki iş görən adamı örnək göstərib, sabah bunun kimi olma, məsələn, yaxşı yerlərə gəl, yaxşı pul qazan, önəmli vəzifələr tut. Bunu mu deyirlər daha çox? Cavab məncə hər kəsə bəllidir. Əksəriyyət övladına daha çox nəyi təlqin eləyir? Oxu. Tamam, biz bu dediklərimizlə təhsilə qarşı deyilik. Amma tərbiyəsiz təhsilin, mənəviyyatsız təhsilin, əxlaqsız təhsilin insanlığa faydadan çox zərər gətirdiyi məlumdur. Çünki bir təhsilin içərisindən sən mənəviyyatı, əxlaqi prinsipləri, dini dəyərləri çıxardığın zaman ağlı şuuru kəsməyən, özünü idarə etməyi bacarmayan bir uşağın əlinə silah vermiş kimi olursan. O onu necə gəldi istifadə eləyəcək. Və belə bir insanın, yəni mənəviyyatsız və dinsiz insanın əlində təhsil, elm zərər gətirər ki, fayda gətirməz. Və bu gün buna insanlıq şahiddir. Yəni, insanlığın həyatından böyük ölçüdə dinin çəkildiyi son bir əsrə nəzər yetirdiyimiz zaman və yaxud bir əsrdən biraz daha çox nəzər yetirdiyimiz zaman görürük ki, insanlıq həqiqətən elmdə, texnologiyada inkişaf eləyib. Lakin bu daha çox güclülərin zəifləri əzməsinə xidmət eləyibdir. Yəni, insanlığın faydasından çox zərərinə xidmət eləyibdir. Tamam, kimsə dinləyən deyə bilər ki, texnologiya sayəsində biz uzaq məsafələrə deyək ki, təyyarə ilə rahat şəkildə gedirik, daha lüks, komfortlu həyat yaşayırıq. Doğrudur. Lakin insan elə varlıqdır ki, insan sadəcə maddi səbəblərlə doyacaq varlıq deyil. Vicdan sahibi, ağıl sahibi, şuur sahibi insan bununla kifayətlənə biləcək varlıq deyil. Və sizin təriflədiyiniz o qərb mədəniyyəti bu imkanları, saydığımız imkanları bizim həyatımıza gətirdiyi kimi paralelində böyük müharibələr, kütləvi qırğınlar və saya biləcəyimiz hədsiz çox mənfiliklər də gətirdi. Bunun təməl səbəbi nədir? Bunun təməl səbəbi dinsiz, mənəviyyatsız və əxlaqsız təhsildir. Və ailədə bunun qarşılığı nədir? Valideyn deyir ki, sən oxu, heç kimə möhtac olma, güclü ol, yaxşı pul qazan. Tamam, valideyn övladına əxlaqi, dini dəyərlər öyrətmir ki. Bunun nəticəsində belə olacaq. Bunun ailə tərəfi budur, paralelində digər tərəfi də təhsildir. Yəni, zaten təhsillə bağlı olan tərəfini də qeyd etdik. Çünki bunu bilmək lazım ki, insan davamlı tərbiyə edilməyə möhtac varlıqdır. Bir yaşa qədər sən o insanı xüsusi şəkildə tərbiyə eləməlisən. Bir yaşdan sonra da insan özü ilə o mübarizəsini, özünü tərbiyə etməsini davam etdirməlidir. İnsanın tərbiyə prosesi nə vaxta qədər davam edir? Ölənə qədər davam edir. Çünki insanın müsbət və mənfi tərəfləri ölənə qədər qalır. Və sən sanki necə ki insanın immun sistemi zəiflədiyi zaman o bədənindəki viruslar ona mənfi zərər vurursa, insanın da o mənəvi tərəfi zəiflədiyi zaman mənfi keyfiyyətləri onu insan olmaqdan çıxarır. Müşahidə etdiyimiz budur. Və bu yalnız deyək ki, uşaqlar, məktəblilər, gənclərlə məhdudlaşdırmaq doğru deyil. Böyüklərdə vəziyyət necədir? Yəni əxlaqi vəziyyət hansı şəkildədir? Düzdür, biz bax burada bir məsələ var ki, son 30 ildə yaşadığımız ölkədə dini dəyərləri yaşama nisbəti artıbmı? Bəli, artıb. Bu bizi sevindirir. Yəni namaz qılan təbəqə, deyək ki, hicaba keçən təbəqə, dini dəyərlərə diqqət edən təbəqə artıbmı? Bəli, artıb. Və bu hallar dini təbəqədə təbii ki, olduqca az səviyyədə yaşanır, mənfi hallar. Lakin cəmiyyətin böyük kütləsi ümumi dəyərlərdən imtina etdiyi üçün hər nə qədər dini dəyərləri yaşayan kütlə artsa belə, o biri tərəfdəki nisbət daha çoxdur. Elə bir vəziyyət yaranıb ki, içində olduğumuz cəmiyyətdə sanki həyatından din çıxarılmış insanlar hər hansı bir dəyərlər sisteminə özlərini aid hiss eləmirlər. Hər hansı bir dəyərlər sisteminə və yaxud əxlaqi prinsiplərə riayət eləmə məcburiyyətində də özlərini hiss eləmirlər. Əslində bu çox önəmli bir ibrətdir. İbrət tərəfi nədir? Həqiqətən də, məsələn, siz dinə inanmayan və yaxud ateist olduğunu söyləyən insanlarla danışdığınız zaman onlar da özlərinə qəbul etdiyi əxlaq prinsipləri olduğunu deyərlər. Deyir ki, bizim də qəbul etdiyimiz əxlaq prinsipləri var. Amma məsələ budur ki, dini çıxardığın zaman sənin prinsip olaraq qəbul etdiyin heç bir əxlaqi məsələni əsaslandıra bilməzsən. Yəni, təbii olaraq bu adam deyəcək ki, mən niyə haqlara riayət eləməliyəm? Mən niyə güclü olduğum halda zəifi əzməməliyəm? Yəni, dini insan həyatından çıxardığın zaman əxlaqi təməlləndirə bilməzsən. Bu əslində çox geniş bir mövzudur. Yəni sırf dinsiz əxlaq mümkündür məsələsi. Yəni bu mövzuda dinləyicilər, izləyicilər içərisində araşdıranlar varsa, müstəqil kitablar yazılıb. Çox dərin bir məsələdir. Amma qısaca onu demək istəyirik ki, bizim burada əxlaqi dəyərlər olaraq qeyd etdiyimiz əslində dini dəyərlərdir. Bizə görə dini dəyərlərdir. Çünki insana doğrunu, yanlışı din öyrədir. İnsana nəyi necə etməli olduğunu din öyrədir. İnsanın mənəvi dəyərləri din öyrədir. Və din insanın həyatından
yadından çıxdığı zaman o mənəvi dəyərlər deyilən bir şey də insan həyatında qalmır. Təbii olaraq son illərdə gənclər arasında düzdür bu belə deyək hal düşünürəm ki, son vaxtlarda biraz zəifləyibdi, amma bir dönəm belə bir hal var idi ki, sanki ateist olmaq daha müasir görünmək səbəbi idi deyə gənclər arasında bu hallar var idi. İndi də var qismən. Yəni nəticədə göz qabağındadır. Ateist birisi və ya hər hansı bir dinə inanmayan birisinin riayət etməli olduğu hər hansı bir əxlaqi mükəlləfiyyət də yoxdur. Çünki həyata sadəcə bu dünyadan ibarət görür deyə, təbiidir ki, içində olduğu həyatı daha da yaxşılaşdırmaq üçün çalışır və bunu eləyərkən də heç bir haqq hüquq da gözləmir. Nəticələr də dediyimiz kimi göz qabağındadır. Əslində hər hansı bir problemdə həll yollarını tapmaq öncə problemi təsbit etməkdən keçir. Yəni biz problem üzərindən danışdıq biraz. Yəni deyirəm, bunun üzərindən saatlarla danışmaq mümkündür. Problem üzərindən danışdıqda paralelində həll yolları da ortaya çıxır. Yəni hansı ailələr ki, bu deyək ki, övladlarında bənzər halların ortaya çıxmasını istəmirlərsə, öncə özlərini tərbiyə etməkdən başlasınlar. Öz ailə sistemlərini, deyək ki, ailə üçün mənəvi vəziyyəti tərbiyə etməyə başlasınlar və yaxud paralelində təhsil prosesi içərisində mütləq şəkildə mənəvi dəyərlərin olması lazımdır. Yəni indi bu mənəvi dəyərlər və yaxud əxlaqi prinsiplər biraz ümumi ifadədir. Bizə görə mütləq üstün dəyərlər sistemi yalnız İslamdır. Yəni həqiqi mənada insanın dünya və axirət qurtuluşu yalnız İslamdadır. Ona görə də İslamı ümumi bir sistem olaraq mənimsəyən, qəbul edən və həyatına tətbiq edən insanlar Allahın izni ilə bu problemlərin həllinin nə olduğunu da bilirlər. Çünki İslamda öncə etiqad düzəldilir, doğru inanc. Çünki insanın davranışları onun inancının yansımasıdır. Sən nəyə inanırsansa, onu davranışlarına yansıdırsan. İslam öncə doğru inancı təqdim edir, paralelində doğru əməli və doğru əxlaqı sənə təqdim edir. Və biz bu, belə deyək, kompleksi Qurandan və Peyğəmbərimiz sallallahu əleyhi və səlləmin səhih hədislərindən öyrənmiş oluruq. Paraleldə İslam alimlərinin kitablarından təbii ki, yəni Quranı, hədisləri şərh edən müəyyən kitablarından öyrənmiş oluruq. Bunu biz öyrənib bacarsa həyatımıza tətbiq etdiyimiz müddətcə inşallah ki, bu problemlər öncə fərd olaraq həyatımızda azalacaq, sonra ailə olaraq, sonra təbii ki, cəmiyyət olaraq bu problemlər daha da azalacaq. Amma burada etiraz edilə bilər ki, bilirəm indi bəzi izləyicilər, xüsusən qərəzli izləyicilərdə belə suallar ortaya çıxa bilər ki, filan kəs namaz qılır, qəribə hərəkətlər eləyir və yaxud filan kəs namaz qılır, həccə gedib, deyək ki, haqlara diqqət eləmir. Yəni bu kimi halların olması mümkündür. Çünki nəticədə insandır. Amma önəmli olan İslam mükəmməl bir sistem təqdim edir. İndi hansısa insan bunu qüsurlu yaşayırsa, bu İslamın problemi deyil təbii ki. Sən yaxşı yaşa, yəni yaxşı müsəlman ol. Hansısa bir insanın belə deyək, bunu pis təmsil etməsi İslamın qüsuru deyil yəni. Əvvəl ola bilsin ki, bizim cəmiyyətimizdə din də zəif idi. Məsələn, xüsusən Sovet vaxtında. Amma mentalitet və adət-ənənələr vardı. Əslində bizim cəmiyyətimizdə mental dəyərlər olaraq bildiyimiz nələr varsa, bunun belə deyək, təməlində önəmli şəkildə din yatırdı yəni. Amma burada belə məsələ var ki, insanlar əvvəl deyək ki, dini dəyərləri bilmədikləri zamanlarda niyə görə bu dəyərlərə diqqət edirdilər? Deyək ki, mental dəyərlərə diqqət edirdilər. Çünki girişdə bir məsələ qeyd elədik, utanmadıqdan sonra istədiyini elə. İnsanın əxlaqi qaydalara riayət etməsi üçün tətikləyici ünsür, ən önəmli ünsür bir dindir. Allah məni görür, məndən hesab soruşacaq, axirət var, mən etdiyim hər şeyin hesabını verəcəm. Bir də deyək ki, bir insanın Allah axirət şuuru yoxdur. İkinci ünsür utanmaq məsələsidir. Yəni, nəticədə mən bir topluluğun içərisində yaşayıram, mən istədiyim kimi davrana bilmərəm. Burada belə məsələ var ki, əvvəl ola bilsin ki, insanların həyatında din zəif idi. Amma insanlar topluluq halında yaşayırdılar. Yəni, məsələn, kənd mühitini düşünün. Bir ailə yaşayır, yaxınında əmisi, dayısı, xalası, bibisi, qohumlarla yaşayırlar. Düzdür? Kompakt şəkildə yaşadıkları üçün, qabaca ifadə eləsək, qəbilə şəklində yaşadıkları üçün bir insan rahat-rahat istədiyi hərəkəti eləyə bilməzdi. Çünki o fərd deyildi tək. Yəni o bir bütünün parçası idi. Və o bir addımı atanda o bütünü nəzərə almaq məcburiyyətində qalırdı. Bu səbəbdən də baxırıq ki, qərb mədəniyyəti girdikləri yerdə bu ikisini də ortadan qaldırmağa çalışdı. Yəni nədir məsələ? Cəmiyyətləri ayaqda tutan, bir-birinə bağlayan bir dəyər qohumluq bağlarıdır. Bunun bayaq dediyim kimi qabaca tərifi qəbiləçilikdir. Yəni bir-birlərlə bağ olur, bir yerdə yaşayırlar. İkinci də ən önəmlisi və yaxud bizə görə birinci dindir. Yəni bu ikisi var. Əvvəl o birlikdəlik var idi, onu da ortadan qaldırdılar. Din də olmadığı zaman insan, məsələn, bu günün dünyasına fikir verin, insanlar daha çox fərdiyyətçiliyə öyrəşdirilir. Yəni insan sosial varlıq olmaqdan çıxır, insan fərddir. Fərd digər fərdlərə qarşı hər hansı bir mükəlləfiyyət və məcburiyyət daşımır. Və bir addımı atdığı zaman o bir bütünün parçası olaraq bunu eləmir. Özüdür sadəcə. Bugünkü şəhər sistemi bu vəziyyəti ortaya çıxarır. Bütün dünyada mövcud olan şəhər sistemi bu vəziyyəti ortaya çıxarır. Və təbii olaraq da əvvəlki ilə nisbətdə mental dəyərlər deyilən o dəyərlər sistemi adət-ənənədə yaşanmaz hala gəlir.
Yəni insanların həyatında din olmadığı kimi, artıq əvvəl kimi mental dəyərlər, adət-ənənələr də ortadan qalxmağa başlayır. Digər tərəfi də budur.